Salam bacılar və qardaşlar, hər birinizi salamlayıram. Mən Aslanov Şamil, Həqiqət Yolunda kanalımda xoş gördük sizləri. Bugün istəyirəm Markın Müjdəsi 5-ci fəsildən sizlərlə birlikdə oxuyaq və burada keçən ayələri, məzmununu anlayaq və bacardığım qədər də buradakı ayələrdən sonda sizə bu ayələrin izahını verməyə çalışacağım. Burada belə yazır. Onlar gölün o biri sahilində yerləşən Gerasalıların diyarına getdilər. İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam onunla qarşılaşdı. O mağaralarda yaşayırdı və heç kim onu zəncirləyərək saxlaya bilmirdi. Heç kəsin onu sakit etməyə də gücü çatmırdı. Həmişə gecə-gündüz qəbristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı. O İsa'nı uzaqdan görən kimi qaçıb ona səcdə qıldı. Bərkdən çığıraraq dedi: Ey İsa, Allah Taala'nın oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə. Çünki İsa ona demişdi: Ey natəmiz ruh, bu adamdan çıx. Sonra İsa ondan soruşdu: Sənin adın nədir? O cavab verdi: Mənim adım Qoşundur. Çünki biz çoxuq. Ruhları bu diyardan qovmasın deyə o İsa'ya yalvarmağa başladı. Orada dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Natəmiz ruhlar İsa'ya yalvardılar. Bizi donuzların içinə göndər ki, orada yaşayaq. İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. 2000 baş heyvandan ibarət sürü də uçurumdan aşağı gölə atılıb orada boğuldu. Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Cəmaət nə baş verdiyinə tamaşa etməyə gəldi. Onlar İsa'nın yanına gəldilər. Əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış halda oturduğunu görüb qorxuya düşdülər. Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında olan əhvalatı cəmaata söylədilər. İsa'ya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın. İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam ona yalvardı ki, İsa'nın yanında qalsın. İsa ona izin vermədi. Amma dedi: Get, evinə və qohum-əqrəbənin yanına qayıt. Rəbbin sənə etdiyi hər bir şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış. Bu adam da gedib İsa'nın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi. İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham gəldi. O, gölün sahilində idi. Sinagog rəislərindən Yair adlı bir adam gəlib İsa'nı görəndə ayaqlarına düşdü.
Ona çox yalvarıb dedi: "Qızım can üstədir. Gəl əlini onun üzərinə qoy ki, sağalıb yaşasın." İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən onu sıxışdırırdı. Orada 12 il qanaxma xəstəliyindən əziyyət çəkən bir qadın da var idi. O neçə dəfə həkimlərin əlindən xeyli əzab çəkmiş, bütün varını yoxunu buna sərf etsə də vəziyyəti yaxşı olmamışdı. Əksinə, daha da pisləşmişdi. Bu qadın İsa haqqında eşidib, izdihamın içindən keçərək onun arxasınca gəldi və onun paltarına toxundu. Çünki bu cür düşünürdü: heç olmasa paltarına toxunsam sağalaram. Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı. İsa dərhal da hiss etdi ki, ondan bir qüvvə çıxdı və izdihamın içinə tərəf dönüb soruşdu: "Paltarıma toxunan kim idi?" Şagirdləri ona cavab verdilər: "Görürsən ki, izdiham səni sıxışdırır. Necə soruşa bilərsən ki, mənə toxunan kim idi?" Bunu edəni görmək üçün İsa ətrafa baxdı. Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsa'nın ayağına düşdü və bütün həqiqəti ona söylədi. İsa ona dedi: "Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal." İsa hələ də danışırdı ki, birdən sinaqoq rəisinin evindən adamlar gəlib dedi: "Qızın öldü. Daha müəllimi narahat etmə." Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: "Qorxma, yalnız iman et." O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı. Onlar sinaqoq rəisinin evinə gələndə çox hay-küy, ağlaşıb və nalə çəkənləri gördü. İsa içəri girəndə onlara dedi: "Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb." Onlar İsa'ya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını özü ilə gələnlərlə birlikdə uşaq olan otağa keçdi. İsa uşağın əlindən tutub dedi: "Talita kumi", yəni bunun mənası: "Qızım, sənə deyirəm, qalx." 12 yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı. İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər. Amin. Dəyərli bacılar və qardaşlar, 5-ci fəsli də tamamladıq. Buradakı ayələr insanın ruhuna təsir edən ayələrdir. Biz burada Allahın açıq-aşkar möcüzələrini görə bilirik və İncildə İsa Məsihin davamlı olaraq möcüzələr etdiyi və bu möcüzələri təkcə söz verməklə deyil və onu fiziki və ruhani anlamda yerinə yetirməsindən də dəfələrlə bəhs olunur. Və biz burada görürük ki, insanların ümidsiz, çarəsiz olduğu hallarda belə Allah heç vaxt bizi tərk etmir və o bizə verdiyi sözü vədə sadiqdir. Və burada İsa Məsihin qızı diriltməsi
çox önəmli baş verən möcüzələrdən biridir. Halbuki oradakıların buna heç bir ümidi yox idi. Hətta öz ata-anası, yaxınları belə artıq bu məsələnin bir dəfəlik həll olduğuna əmin idilər. Amma İsa Məsih öz qüdrəti ilə və öz atadan, Allahdan aldığı güc ilə və insanların ümidsizlik içində olduqlarını gördüyünə görə və bu möcüzəni reallaşdırır. Həm də ilk öncə oxuduğum natəmiz ruhlar barəsində İsa natəmiz ruhları daim qovurdu və onlara qadağan edirdi. Və İsa Məsihin bir çox möcüzələri vardır və mən çalışacağam gələn videolarımda da İncildən ayələr gətirərək bu məsələyə toxunum və bu İsa'nın möcüzələri haqqında ətraflı olaraq bir video çəkim və sizinlə paylaşım. Bugün 5-ci fəsli oxuduq. Çox gözəl ayələrlə tanış olduq. 6-cı fəsli oxuyacağım sizinlə və oradan da ayələrin məzmununu bildiyim qədər sizlərə izah edəcəyəm ki, sizlərə faydalı olsun, sizlər üçün önəmli olsun və İncil kitabını daha yaxından tanıyasınız və İsa'nın etdiyi möcüzələri, etdiyi işləri, həyatı, fəaliyyəti, xidməti barəsində daha ətraflı məlumatlar alasınız. Hər birinizə minnətdaram məni dinlədiyiniz üçün və videolara baxın, videolardan öyrənin, kanala abunə olun və videoları bəyənin ki, davamlı olaraq videolarımız gəlsin. Hər birinizə minnətdaram.